Deməli, bu mənzilin çox gözəl mənzərəsi var. Dəniz istiqamətində Crescent Mola baxır. Gəlin buranı göstərim sizə. Şəhərin mərkəzində 28 may metrosunun düz yanındadır. Dediyim kimi gözəl panoraması var. Həm qonaq otağından, həm eyvandan. İndi onu da göstərəcəm sizə. Tam hazır mənzildə necə görürsünüz, elə də satılır. Yəni bütün əşyalar hamısı qiymətə daxildir. Dediyim kimi şəhərin düz mərkəzində 28 may metrosunun düz çıxışındadır. Mənzil demək olar yeni təmirlidir, çox yaşayış olmayıb, çox az müddət yaşayış olub, demək olar təzə mənzildir. Gözəl də proyekti var, indi olan hamısını sizə mən göstərəcəm. Gəlin vaxt itirmədən başlayaq mənzilin giriş hissəsinə. Deməli, bura bizim giriş qapımızdır. Daxil olduqda sağ tərəfdə belə bir şkafımız yığılıb, tam axıra kimidir. İçərisində də göstərim, yəni dərinlik də çox yaxşıdır, yuxarı hissələrdə şkafdır. Və sağda bu hissədə gözəl güzgü yerləşdirilib tam axıra kimi, aşağı hissəsi də yəni açarlıq. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub, otaqların yerləşməsini deyim. Burada mənzilin deməli sanitar qovşağıdır. Bir yataq otağı, ikinci yataq otağı, bura mənzilin mətbəxi, burada kiçik sanitar qovşaq, oranı da artıq gördünüz. Mənzilin qonaq otağıdır. Gəlin elə buradan başlayaq, mən göstərim nə var, nə yox. İlk öncə onu deyim ki, qonaq otağının ölçüsü normaldır, yəni genişliyi yaxşıdır. Görürsünüz, mebellər yerləşdirilib, kifayət qədər də boş ərazi var. Orada böyük qabaret, belə deyim, künc divanı yerləşdirilib, 6 nəfərlik masamız, vitraj pəncərələr, dediyim kimi, gözəl panoramalar, pərdə, kondisionerlər qoyulub hazırdır. Mərkəzdə böyük lüstrumuz var, gizliciq, spotlar, televizorumuza kimi hər bir şey var. Böyük ekran televizor və aşağı hissəsi də buralar şkafdır. Yəni, gözəl, keyfiyyətli təmirdir, istil sistemi kombidir, radiatorlar da qoyulub, hamısı hazırdır. Gəlin, buradan sizə göstərim mən mənzilin mətbəxini. Çox gözəl mətbəxi var, genişliyi də yaxşıdır. Mən bəyəndim, inanıram ki, siz də bəyənəcəksiniz. Eyni kifayət qədər genişli, deyim olar, kvadrat şəklində mətbəximiz var. Gözəl, keyfiyyətli mətbəx höyünüz yığılıb, görürsünüz, tam axıra kimi. Yəni, mənzildə şkaf çoxdur, o barədə qəti narahat olmağa dəyməz. Üstü mərmərdir. Bütün texnikalar var, hamısı da markadır, yəni bahalıdır, ucuzlu deyil. Görürsünüz, qab yuyan, paltar yuyan, soyuducumuz, hər bir şey var. Hamısı da çox az müddət istifadə olunur. 4 nəfərlik masamız var. Burada da deməli girişdə olan isti döşəmə, burada da davam etdirilib və buradan mənzilin böyük eyvanına çıxış var. Gəlin, oranı göstərim sizə. Oradan da olan yenə panoramanı görəcəksiniz. Dediyim kimi, istil sistemi kombidir. Burada 2 nəfərlik masamız qoyulub. Həmin qonaq otağına olan panorama burada da var. Bura həm mətbəxdən, həm də bu yataq otağından çıxış var. Keçək digər otaqlara. Nəzəri çatdım ki, mənzil 2 otaqdan 3 otağa düzəlmədir, amma proyekt çox gözəldir. İndi videoda diqqətlə baxın, gəzdikcə görəcəksiniz. Bura mənzilin əsas yataq otağıdır. Yataq dəstimiz tam olaraq yığılıb, tam hazırdır dediyim kimi. Burada deməli, make-upımız, belə bir masamız, stol, taxtımız. Buradan bayaq dediyim eyvana, buradan da çıxış var. Nəyimiz var? Burada da əlavə bir televizorumuz, bu hissədə şkaf var. Yəni, bunların hamısını göstərirəm ki, mənzil haqqında tam təsəvvürünüz yaransın, yəni qaranlıq məqam qalmasın. Genişliyi də yaxşıdır, kondisioner kimi hər bir şey var. Tavan hissəsində ümumi olaraq göstərər, lüstr, spot, hər şey qaydasındadır. Bura isə mənzilin ikinci yataq otağıdır. Buranı uşaq otağı kimi də istifadə edə bilərsiniz. 2 dənə taxt qoyulub. Böyük yataq otağı da bu sizdən istəkdən asılıdır. Yəni, 3-cü düzələn otaq buradır. Bayaq dedim, 2-dən 3-ə düzəlmədir. Burada da yenə əlavə olaraq şkaflar var. Eyniliklə burada da kondisioner, yəni bütün otaqlarda kondisioner mövcuddur. Burada deməli qaldı bizdə mənzilin sanitar qovşaqları. Bura böyük sanitar qovşaqdır, göstərir. Deməli, bütün aksesuarları var bu hissədə deməli. Duşqabin içərisində kifayət qədər genişdir və keyfiyyətlə təmir olub, onu nəzərinizə çatdırım. Bütün aksesuarlar hamısı var. Burada isə yerləşir mənzilin kiçik sanitar qovşağı. Buranı da ümumi olaraq göstərək. Yəni, ayrı-ayrıdır, bir yerdə deyil. Bu da bilirsiniz, təbii ki, üstünlükdür. Belə, demək olar, mən mənzildə olan hər şeyi sizə göstərdim. Məlumatlar deyim, yerləşir şəhərimizin mərkəzində 28 may metrosunun düz çıxışında, ikinci çıxışında, yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Gördüyünüz şəkildə satılır, bütün mebel və texnika hamısı qiymətə daxildir.
95 kvadratdır, 17 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir və mənzilin qiyməti 420 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.